Oyun 2. Sıldırım qayalıqdan üzü aşağıya doğru yıxılmaq üzrəydim. Tutmaq üçün heç nə yox idi. Son nəticə yıxılmaq idi. Çünki hər doğuşun bir ölümü olduğu kimi başlayan hər oyunun əlbəttə ki bir sonu var. Müxtəlif yerlərdən kömək əlləri uzanmağa başlamışdı. Onlardan istifadə eləməyi Şamilə qarşı xəyanət hesab eləmirdim. Mənim üçün xəyanət qanunlara tabe olmamaq idi. Belə düşünürdüm. Çünki sədaqət, xarakter, düzgünlük qədim qanunlardan doğan mənəviyyatdır. Biz kim idik? Hamımız xəyanətkar idik. Eğer her şey benim dediğim kimi gitse, hiç kime hiç ne olmayacak. Sen de korkma, sözümün üstünde dururum. Bir iki gün uşaqlarının yanına gideceksen. Ben yaxşı insanım. Hamı məni başa düştü? Her şey başa düştünüz? Siz ikiniz gedin o yükü boşaldın. Meydi ölü yiyəsi yandıracaq. Siz ikinizsə o işe karışmayın. Ha, tez olun, tələsin. Ne oldu? Mən qorxuram. Halım pisləşir. Ölülerden yok, dirilerden korkmak lazımdı. Gel orada otur. Bu evdar kadınlara ait iş değil. Yeri. Ha kardeş, gidebilirsin. Ne oldu? Bizi görmemişsen. Yaxşı. Sür. Ben görüm. Açırım. Bir dakika.
Onlar çıxdılar, hazır olun. Qadın və uşaqla bağlı ehtiyatlı olun. Oldu. Anam nə vaxt gələcək? Biraz da gözləyək Pərviz. Gələcək. Niyə keyfiniz yoxdur? Mən xəyanət eləyirəm. Kimə? Bunu indi sənə deyə bilmərəm. Anam bir gün səndən soruşsa izah eləyərsən. Çünki məni buna məcbur elədilər. Yaxşı deyərəm. Gəl, gedək o tərəfdə dayanaq. Silah lazımdır. Yox. Şamil, sənə nə demişdim? Pərvizi götürmək asan olmayacaq. Deyəsən gecikmişik. İnanmıram ki, taleyi mənə daha bir əzab göndərsin. Mən də inanmaq istəmirəm. Amma təhlükəni hiss eləyirəm. Bilirsən Lalə, mən tutulmağı sevmirəm. Onlar oradadır. Gördüm. Gedirəm. Dayan. Nəsə düz deyil, Lalə. Onlara zəng elə. Niyə? De ki, indi taksi gələcək və mən arxa oturacaqda gizlənəcəm. Səbəbini isə sonra deyəcəm. Yaxşı. Sonra nə olacaq? Əgər taksiyə hücum eləməsələr, onda inanacam ki, pusku yoxdur. Onda da 50%. Çünki onların planında taksini izləmək də ola bilər. Oğlum olmadan heç yerə getməyəcəm. Ondansa ölmək yaxşıdır. Ölməyə tələsmə. Tez ol. Taksi sifariş elə. İndi də tanışına zəng elə. Alo, Məktəbə getdin? hə bacı. Pərviz mənləndir. Yolun kənarında gözləyirik. Fərqanə, vəziyyət yaxşı deyil. Taksinin arxa oturacağında gizlənəcəm. Təəccüblənmə. Gizlənəcəksən? Hə. Arxa oturacaqda uzanacam. Taksi dayananda qoy oğlum minsin. İstəmirəm kimsə məni görsün. Yaxşı bacı. Səbəbini sonra deyərəm. Deməsən də olar bacı. Mən başa düşdüm. Çox sağ ol Fərqanə. Məni bağışla Lalə bacı. Onun telefonuna qulaq asırlar. Salam, Salam. buyurun. Taksi sifariş eləmisiniz? Bacı, taksini siz çağırmısınız? Hə, Əyləşin. amma mən... Tez oturun bacı. Əyləşin gedək. Nə baxırsınız? Əyləşin. Tərpənmə. Neyinirsiniz? Təmizdir, heç kim yoxdur. Bildim. Hər şey yaxşıdır? Yaxşıdır. Yoldaş rəis, taksidə heç kim yoxdur. Bu tələdir. Qadını və uşağı götürüb gəlin. Oldu. Cəld olun. Siz bizlə gedirsiniz.
Pərviz! Sakit. Ay Allah. Mən sənə nə demişdim? Gedək Lalə. Yox Şamil. Oğlum olmadan heç yerə getmirəm. Başqa yolun yoxdur. Yox! Sakit. Sən özün istəmirdin dava düşsün Lalə. Getməyəcəm. Oğlumu qoyub heç yerə getməyəcəm. Gözlərimin içinə bax. Oğlunu xilas eləmək üçün bir neçə saniyən var. Amma çox adam öləcək. Yox. Lazım deyil. Oğlun lazımdırsa mənə fürsət ver. Ya da buradan çıxıb gedək. Sonra fikirləşib bir yolunu taparıq. Oğlunla sonra görüşəcəksən, inan mənə. Mənə söz verirsən? Əlbəttə. İndi isə gedək. Gəl. Deməli belə xanımlar və cənab. Nəysə, hamımız bir bataqlığın içindəyik. İndi mənə çox diqqətlə qulaq asın. Nəhayət ki arzunuza çatdınız xanım. Sizdən yalnız bir ovuc kül qaldı. Yaxşı. Deyin görək sevindirici bir şey eşitmək istəyirsiniz? Hə, Onda bu nədir? Cadügər Ketrin yanıb kül oldu. Onun ölümündən heç kimin xəbəri yoxdur. Hələ sağ ikən də onun haqqında yalnız əfsanələr dolaşırdı. Hər şeyi deyəcəm. sənə neçə dəfə izah eləmişəm, Dilru. Heç kəsi görməmişəm, heç nədən xəbərim yoxdur desən. Dilin quruyacaq? Niyə gizlətməliyəm ki? Daha bu qədər bəsdir. Deyirsən, niyə gizlətməlisən? Çünki Şamil ərini it kimi gəbərdə bilərdi. Amma eləmədi. Sən bu yaxşılığın əvəzini qaytarmalısan, qadın. Mən nə cinayətkaram, nə də cinayətkarlara ortaq olmaq istəyirəm. Əgər istəmirdinsə, niyə kart oynanılan yerə gəlmişdin? Çağırdılar. Hey! Niyə sənin arvadını çağırıblar? Onu hardan tanıyırdılar? Lalə də, Şamil də evimə gəlmişdilər. Dağdakı evimə. Bu da onlara dərdini danışıb. Maraqlıdır. Bunun dərdi nədir? İş ondadır ki, sizin dediyiniz vikinglər evimə 3 kart atmışdılar. Bunun fikrincə mən qatiləm, cinayət ortağıyam, başqa işlərim də var. Sən onların ortağısan? Təkrar eləyirəm. Mən onlarla ortaq deyiləm. Kartlar arvadımın əlinə keçdi. Mən sadəcə kartları Laləyə verməli idim. Bunun nəyi cinayətdir? Deməli belə. Bu cinayət işində nə qədər böyük bir fiqura çevrildiyindən xəbərin yoxdur? Məndən soruşdular ki, Lalə sənin evinə niyə gəlib? Bugün yenə soruşacaqlar. Mən heç nəyi gizlətməyəcəm. Gizlədə bilmərəm. Gizlətmə. Amma məni işə qatma. Dünən və bugün olanları demə. Şamillə Lalənin sənin evinə gəldiyini desən, onlara maraqlı olacaq və kifayət eləyəcək. Desəm sən də qisas alacaqsan? Yox. Onda niyə məni hədələyirsən? Hey, mən səni və ailəni düşünürəm. Ərinin silahı var idi. Onu hardan almışdı? Əlinə silah aldığına görə o cavab verəcək. Qadınlar, qadınlar.
Tapançanı ona sen verdin. Senin erin azı 20 il yatacak. Sen onun ölmesini istiyorsan, yoksa uşaqlarına atalık eləməsini başa düşmürəm. Bu meseleler senin neyine lazımdı? Mənə vacib işimi bitirmək üçün vaxt lazımdır. Sənsə ərinlə birlikdə məni də satmaq istəyirsən. Hələ başa düşməmsən ki, mən kimə kömək eləyirəm. Sənə və Laləyə. O qadının bir ovuc külünə görə bu qədər insana problem yaratmaq sənə də, sənin ərinə də heç yaxşı düşməyəcək. Yoxsa o qadından yaxşılıq görmüsən? Yox. Mən də onu deyirəm də. Sən evə get. Sonra dalınca gələcəklər. Dağda olan hər şeyi danışarsan. Burada çətin nə var? Lənət şeytana. Əvvəlcə Şamilin dediklərini elə və sonra çıx get buradan. Əfsanə burada bitdi. Mən səhv elədim. Əgər məlum olsa ki, bura cinayət məqsədi ilə gəlmisən, qatili tutmusan, meyidi yandırmısan, təsəvvür elə ki, onda sənə nə edəcəklər? Bir fikirləş, əsl səhv bax o olacaq. Heç kimə heç nə deməyəcəm. Düşün ki, Ketrin həmişəki kimi yoxa çıxıb. Əgər başqa heç nə bilmirəm desən, biz də səni satmarıq. Bəs onlar? Biz deyəndə hamımızı nəzərdə tuturam. Qoy bu sirr elə sirr olaraq qalsın. Burada bir qız kirayədə yaşayır. Qonşular elə biləcəklər ki, sən olsan. Nə qədər ki oğlum yanıma gəlməyib, burada bir gün də qalmayacağam. Bilirdim ki, oğlun olmasa mənlə gəlməyəcəksən, Lalə. Ona görə də gizlənməyə yer tapdım. Nə eləmək istəyirsən? Gəl içərdə danışaq. Getdik. Bəs qız hanı? Ona 5000 dollar verdim. Tez-tez gələcək. Səni heç kim görməməlidir, Lalə. Dediyim kimi, qonşular bu evdə onun yaşadığını düşünməlidirlər. Sən harda olacaqsan? Yanında olmayacağam. Biraz da mənsiz yaşamalı olacaqsan. Səni hər yerdə tapa bilərlər. Bundan sonra Dilruh da sir saxlamayacaq. Sən ona 3 gün vaxt verdin. Türkiyəyə gedirəm. Onlar fikirləşəcəklər ki, səni də ora aparmışam. Buyur. Burada barmaq izlərini qoy. Bunu İstanbulda bir mənzildə qoyacağam. Çantanı da ver. Mən burada uzun müddət gizlənə bilmərəm. Məni tapacaqlar. Burada çox qalmayacaqsan. Mənə bir həftə lazımdır. Sən bir həftə gizlənə bilərsən? Bura boş yerə telefonsuz gəlmədik. Əgər Türkiyəyə getsən, oğlumu kim gətirəcək? Mən orada çox qalmayacağam.
Sənin izini qoymaq üçün cəmi bir gün qalacam. Sonra hara gedəcəksən? Rusiyaya. Orada olanda oğlunun məsələsini həll eləyəcəm. Neçə illik sərgərdanlıqdan sonra mən evimə qayıdacam. Bütün xəyallarım orayla bağlıdır. Mənsə həmişəlik vətənimdən ayrı qalacam. Həmişəlik yox. Onun da yolları var. Yalnız bir yol var. Mən nə vaxt ölsəm, onda meydimi vətənimə göndərərsən. Bunlar İsrail kəşfiyyatının Ketrin bəhanəsi ilə oynadığı oyunlardır. Onlar iki şahidi aradan götürmək istəyirlər. Səni və məni. Başa düşürsən? Mərkəzi Kəşfiyyat İdarəsinin əffinə də çox sevinmə, Lalə. Bu da hansısa sui-qəsdin başlanğıcıdır. İndi başa düşürsən ki, hansı böyük oyunun içindəsən? Mənə bax, Ketrinin külünü Şamilin dediyi çaya atmaq vacib deyil. Özüm sənə bir quyu göstərəcəm. Hər şeyi başa düşdüm. Məni öldürməyə çalışırsan. Səni öldürməyəcəm. Söz verirəm, qorxma. Gəl, gedirik. Gəl görüm. Dən görək. Sən hələlik ora get. Hey, mənə baxın. Siz bura gəlin. Dur. Tez olun, bu tərəfə keçin. Tez olun görüm. Əgər yoxlamağa gəlsələr, baş verənləri onlara deməməlisiniz. Yoxsa özünüzdə problem yaradarsınız. Salam aleyküm. Aleyküm Mənə salam. Nərgiz bacı lazım idi. Nərgiz bacı kimdir? Siz burada işləmirsiniz? Yox, mən yeni mühafizəçiyəm. 2 ay əvvəl ondan burada görüşmüşdüm. Burada sex var idi. Sex köçürülüb. Hə, indi başa düşdüm. Deyirdilər, yaxşı yer tapsalar, köçəcəklər. Başqa bir sualın yoxdur ki, qızım. Yox, bağışla dayım. Yaxşı ol. İş istemeye gelmişti. Ketrinin külünü quyuya atmazsan, yaxşı? Mən bir gölməçə tapacağım. Gedək, vəsiyyəti yerinə yetirməliyik. Hə, ana. Mənə bax, nəzakət. Sənin dediklərin məni düşündürdü. Deyirsən, tikiş sexi açmağa pulun var. Elə də demək olar. İndi ona pulun çatmaz, qızım. İndicə Nərgiz bacının sexinə getmişdim. Amma o sexini başqa yerə köçürüb. Borc almaq istəyirsən? Səni heç cür başa düşmürəm, qızım. Hər şeyi öyrənib, özüm sex açmaq istəyirəm. Sənə demişdim, ana. Ağlına gələni eləmə. Sənin sex açmağa pulun yoxdur axı. Tikiş maşınlarını, həm də parçanı borca ala bilərəm. Yeri isə icarəyə götürərəm. Dəyən görüm, ay qız. Sənin bu işlərin heç xoşuma gəlmir. Tez ol, kəndə qayıt.
Elçiləri geri qaytar. Toy olmayacaq. Axı niyə? Sən hansısa satıcı ilə danışırsan? Mən eşitmişəm. Əgər o oğlanla bir yerdə Daşkəndə getmisənsə, Ay, mən ondan getməmişəm ana. yaxşı bəs onda kimlə getmisən? Sən öz qızına inanmırsan? İstəyirsənsə, onda gəl yaşadığım yerə bax. Ay nəzakət, sənin atan... O mənim atam deyil. Atam öldü. Estağfurullah de, estağfurullah. Öz pulumu qazanıb ayağım üstə duracağam. O nə sözlərdə deyirsən qızım? Köhnə telefonunu da söndürmüsən. Gəl mən dediklərimə qulaq as. Bəsdir ana, bu mövzuda bir də danışmayaq. Nəzakət qızım, sözümə qulaq as. O bütün günü məndən şikayət eləyir. Vicdansız əyyaş. Belə otursan xəstələnəcəksən Lalə. Oğlumu bir də görməyəcəm. Məni aldadırsan. Oğlun polisin əlindədir. Deməli təhlükəsizlikdədir. Belə narahat olsan nə sən oğlunu görəcəksən, nə də oğlun səni Lalə. Səncə mənim üçün asandır? Asan deyil. Onu xilas eləməyimə özün icazə vermədin. Mən heç vaxt xoşbəxt olmamışam. Bundan sonra da... Silahın gücünə inanırsan? Yox. Qan tökməklə problemi həll eləyə bilməzsən, Şamil. Malaveri öldürməsəydim, indi həyatda olmazdın. Onda sən məni hələ tanımırdın. Buradan belə çıxır ki, pis adamların ölümü mənim tanımadığım çoxlu qurbanların həyatını xilas eləyir. Sən bundan özünə haqq qazandıra bilməzsən. Haqq qazandırmıram. Amma bu, o demək deyil ki, mən özümü qınayıram. Mən gedəndən sonra ehtiyatsızlıq eləsən, sənin harda olduğunu öyrənib bura gələcəklər. De görüm mən kimə ateş açmalıyam? Dövlətə? Əgər dövlətin burada olduğunu bilsə, xüsusi qrup göndərəcək. Xüsusi qrup səni bir neçə saniyəyə məhv eləyə bilər. Bu, özünü muzlu qatillərdən qorumaq üçündür. Hansı qatilləri deyirsən? Mərkəzi Kəşfiyyat İdarəsi artıq Ketrinin yerini müəyyən eləmişdi Lalə. Amma onu tutmağa və öldürməyə tələsmirdi. Niyə? Çünki onlara mən lazım idim. Bəs İsrail kəşfiyyatı? Onlar Bədəxşanı məhv eləmək üçün hər ikimizdən istifadə elədilər. Fikirləş gör, indi onların bizə ehtiyacı var. Əgər səni yenidən həbsxanaya salmaq üçün sənədləri göndərsələr, onların sirri üzə çıxacaq. Bron və mənim vasitəçiliyimizlə bağlanmış müqavilənin açıqlanması ən təhlükəlisidir. Mənim düşmənim kimdir? İki tərəfdən muzlu qatil gələ bilər. Mossad və Mərkəzi Kəşfiyyat Agentliyindən. Məni dəqiq öldürəcəklər. Məndən vidalaş, sonra get. Vidalaşmayacağam. Sənin vəziyyətdən çıxacağına inanıram. Deyəsən, 3 kartı Ketrin göndərməyib. Üçüncü düşməndən, Vikinglərdən də ehtiyatlı olmalısan. Vikinglər? Onlar Ketrinlə bir komandadır. Səhv eləyirsən. Pontinin arxasında olanların Ketrindən əlaqəsi yoxdur. Ponti Vikinglərin köhnə dostudur. Sən 90-cı illərin əjdahalarını oyatmısan. Hara gedirsən?
Kart oynadığınız yerə polis gəlməyib. Ponti izi itirib. Bu yeni bir fəlakətin əlamətidir. Pontini öldürmək istəyirsən? Sənə elə gəlir ki, mən kimi gəldi öldürürəm? Bu elə deyil. Mənə onun arxasındakı adamlar lazımdır. Türkiyəyə getməmişdən əvvəl gələcəm. Çölə çıxma, qapını döyənlərə açma. Bax Murat, Bu nədir? indi sənə hardan çay tapım? Ətraf casusla doludur. Mən bunu eləyə bilmərəm. Başqa yolun yoxdur. O öz taleyini özü seçib. O hörmətli bir xanım idi. Sənin üçün hörmətli idi. Başqaları üçün yolunu azmış, qudurğanın biri idi. Tez ol görək. Nəyi gözləyirsən? Əslində vətəninə qayıdıb, həbsxanada insan kimi yaşaya bilərdi. Məncə hər kəs layiq olduğunu alır. Lalənin heç külü də qalmayacaq. Serial Space televiziyasının sifarişi ilə dubləş olunub. Kart oynadığınız yerdə niyə sakitlikdi? Cəsədi götürdük. Cütlük və Amerikalı hardadılar? Yanımda Biz danışmalıyıq. Nə vaxt gedəcəyik? Şamil də elə bu məsələyə görə bura gəlir. Qərarı o verəcək. Sənə şad xəbərim var. Bu xilas üçün son çıxış yoludur. O ikisini axtarırlar. Sən vaxt itirirsən. İzahata ehtiyac yoxdur. Sənin planın müvəqqətidir. Tezliklə əskərlər burada olacaqlar. Bacana dedim ki, onu kimsə çağırır. Məcbur elədim. Vəssalam. Əgər mən istəsəm, onsuz da öləcəksən. Mən bilirəm ki, o cinayətkar deyil. Amma onun yanındakı adam peşəkardır. Oyun serialı Space TV'de.